Dostlar, Yox Diyorum kanalına xoş gəldiniz. Mən bugün sizlərə telefon haqqında 18 maraqlı faktı izah edəcəyəm. Telefon vasitəsilə göndərilən ilk cümlə bu idi. Bay Watson, buraya gəlin, sizi görmək istəyirəm. Söyləyən təbii ki, telefonun banisi olan Alexander Graham Bell. Bay Watson dediyi isə asistanı Thomas Watson. Tarix 10 Mart 1876. Telefonu açdığımızda niyə alo deyirik? İnternetdə gəzən bir hekayəyə görə Alexander Graham Bell'in Alessandra Lolita Osvaldo adında bir sevgilisi vardı. Alo da işte bu qadının baş hərflərindən gəlir. İnanmayın yoldaşlar, Graham Bell evli idi və arvadının adı Mabel Gardner Hubbard'dı. Graham Bell'in təklifi etdiyi telefon açılış sözü gəmilərdə istifadə idi, amma o tutmadı. Yaxından tanıdığımız bir digər ixtirası Thomas Edison başqa bir söz təklif etdi. Hello, yəni salam. Hər kəs qısa müddətdə bunu mənimsədi. Yaxşı, biz niyə alo deyirik? Çünki ingilis dilli ölkələrdə telefonu hello deyərək açırlar. Biz də yəqin ki, bunu təqlid etmişik. Hello olmuş alo. Dünyanın bir çox yerində telefonun açılış cümləsi hello'nun törəmələridir. İtalyanlar isə pronto deyir. Bu da hazır deməkdir. Telefonda niyə belə deyildiklərini İtalyanlar da bilmir. Bir şəkildə vərdiş olmuş. İlk cip telefonu ilə axtarışı 1973-cü ildə Motorola'da çalışan bir ixtiraçı etdi. Martin Cooper. Hər nə qədər cip telefonunu tapan adam olmasa da qatqılarından ötəri cip telefonun atası qəbul edilir. 1983-cü ildə Amerikada bazara çıxan cip telefonlarının qiyməti $4000 idi. IBM firması 1993-cü ildə ilk sensor ekranlı telefonu çıxartdı. Hətta MI proqramı belə var idi. İlk fotoşəkil maşınlı cip telefonu Japon Sharp firması tərəfindən çıxarıldı. GSH04 adındakı model 1 noyabr 2000-ci ildə bazara çıxdı. Bu an cibinizdə olan ağıllı telefon aya insanları ilk dəfə aparan Apollo 11-in kompüterlərindən daha yaxşı bir kompüterdir. Cip telefonun düymələrində ümumi tualetdən 18 qat daha çox bakteriya olduğu təsbit edilmişdir. Bu da demək olur ki, əllərimizi daha tez yumalıyıq yoldaşlar. Ağıllı telefonların arxasında 250 min fərqli adama və ya təşkilata aid patent var. Hər biri üçün ayrı ödəniş yaxud ödənir. Meksikadakı narkotik təşkilatları telefon teknisyenlərini qaçırıb öz aralarında danışacaqları, yəni o təşkilata xüsusi cip telefonu şəbəkələri etdirirlər. Təyyarədə cip telefonu istifadə əslində uçuşa bir zərəri yoxdur. Ancaq yüksəkdə və hərəkət halında olduğumuz üçün telefonun göndərdiyi siqnallar bir çox əsas stansiyanı məşğul edir. Bu səbəblə digər zəngləri bloka ola biləcəyi üçün təyyarələrdə telefonla danışmağa icazə verilmir. 2011-ci ildə Norveçdə bir uşaq ətrafını qucaqlayan kurtları telefondan oğurladığı Megadeth mahnısı ilə qaçırdı. Bilməyənlər üçün bu bir heavy metal qrupudur. Dünyadakı ümumi cip telefonu sayı 4,5 milyar, bunların 1 milyar 750 milyonu ağıllı telefondur. iPhone satışları fövqəladə səviyyədə olsa da, əslində dünyadakı telefonların %88-i iPhone deyil, yəni əsl kral olan Androiddir. Videomuzu dinlədiyiniz üçün təşəkkür edirik. Yeni videolarımızdan xəbərdar olmaq üçün abunə olmağı unutmayın. Sağ olun.